Salam, hər vaxtınız xeyir olsun. Bugün ayın 11-i. Bugünkü günümü istəyirəm sizlərlə bölüşüm. Kimlər, hansı tələbələrim olacaq, onlar haqqında qısa məlumat inşallah sizlərlə paylaşacağım. Günün ilk tələbəsi mənim balaca 3 yaşlı dostum Yaşardır. Yaşar çox şükür Allaha suya alışıb, mənə alışıb, düz ilk dəfə ağlamışdı və bu yaşlı uşaqları normaldır. Amma artıq hər şey yaxşıdır, sözümə qulaq asır, tapşırıqları yerinə yetirir, əylənə öyrənir. Yaşarla məşq qutarandan sonra başlayır idman komandası. Biraz tez olun uşaqlar, biraz. Bugün yeni bir qonağımız var, komandamıza qoşulub. Adı nədir sənin? Adəm, xoş gəlmişsən Adəm. Xoşuma gəlir. Adəm birinci gündür gəlir. Qoşuldu bizim komanda, çoxdan da istəyirdi. Təbii ki, gələn uşaq birbaşa qoşula bilməz. İlk öncə 1 ay, 2 ay adi qruplarda üzməlidir, sonra bizim komandaya qoşulur. Adəm hələ ki, sınaq ərəfəsindədir. Davam edək. Fiziki məşqlərimiz başlayır. Qonağımız da pisdir. Adəm, yaxşısan? Komanda əyin dəyişdi. Üzmə dəqiqələr başladı. Tapşırıqlarını vermişəm. Bir listəsi yazılı, qalanı yazacağım. Tərlan Bayramov, necəsən? Tərlan, neçə aydır bizim komandada üzürsən? Buyur mikrofonu. 3-4 aydır. 3-4 aydır üzürəm. Özümdə irəliləşdilər. Yəni bilirəm. Sərbəstdə də yaxşı üzürəm, sürətli üzürəm. Yəni bu qədər. Komanda xoşuma gəlir. Bəli. Komanda ilə adi qrupun fərqi nədir? Komandada mənim həm də hamı bir-birinə yaxın olur, dost olur, həm də necə deyim? Yəni də hamı yaxşıdır belə. Ən sevdiyin texnika hansıdır? Sərbəst. Sən çox qəşəng bacarırsan. Uğurlar sən Tərlan. Çox sağ olun. Qarşıdan 20 iyun Binəqədi yarışı, Akbatda qatılacaqsan. Bəli. Uğurlar sən. Dəniz Musayeva ilk komandaya qatılanlardan biri. Daha doğrusu burada komandaya yaradan ilk uşaqlardan biridir. Dəniz, komanda barədə nə deyə bilərsən? Komanda xoşuna gəlir? Bəli, xoşuma gəlir. Nədir bunun fərqləri? Adi qrupda üzməklə komandada üzməyin fərqi nədir? Adi üzmək başqa uşaqlar sərbəst gəlir, biz başqa yarışlara qatılırıq. Buradakı komandanın uşaqların dostları var. Var. Kimdir? Zeynəb, Ərtoğrul, Ən sevdiyin stil nədir? Butterfly Maşallah. 20 iyulda olan yarışa qatılırsan Binəqədidə. qatılacaq. Nə gözləyirsən? Bilirəm, keçən dəfə sən Sumqayıt yarışa qatılmışdın, çox ağır idi. Sən Akbatda yarışı nə demək olduğunu bilirsən. Səncə nəticə olacaq, medal var? Olacaq, məncə. İnşallah. Uğurlar sənə. Ələkbər bizim komandanın ən balacasıdır, ən dəcəlidir. Yox, ən dəcəli Məhəmməddir. Ələkbər, komanda xoşuma gəlir? Hə. Nə xoşuma gəlir komandada? İzmal edirik. Top oynayacaq zaten. Daha çox əyləncə tərəf xoşuma gəlir. Biz balacalar əsasən komandada əyləncə tərəf. Məqsəd də budur. Əylənə, düzgün çevrədə bölsünlər inşallah. İdmanlara xoşuma gəlir. İdmanda ən güclü sənsən fizikidə. Keçən dəfə yarış eləmişdik, pres yarışı. Ələkbər qalib gəldi. Təxminən 5 dəqiqə, 5 dəqiqə dayandı. Evdə məşq edirsən, hə? Yox. Hə? Eləmirsən, elə. Ən xoşladığın stil hansıdır? Arxası üstə. Arkasızsın. İnşallah ayın 20 iyul yarışı qatılacaqsan, hə? Hə, Allah. Səndən mən nəticə gözləyirəm inşallah. Hələlik.
Yusif səs-küy çoxdur. Yəqin gəl barədə səndən müsahibə alır. Bəli. Yusif necəsən? Yaxşıyam. Hardasa təxminən bir aya yaxında gəlmirsən də. Darıxmışlıq Bəli. komandaysan. Bəli. Komandada ən çox sevdiyin nədir? Sərbəst. Niyə? Çünki Yox, istəyir soruşmuram Yusif. Soruşan komandanı niyə sevirsən? Niyə bizim komandada məşğul olursan? həm sağlamlığım üçün, həm mən də üzməyə, yəni marağım var da ona görə. Bəs dostların var burada? Var. Kimlərdir? Əlidir, Ələkbərdir, Məhəmməddir. Belə də. Darıxmışdın bizim üçün? Biz də sənə darıxmışdıq. Davam edelim. Bu dənizdir. Salam Məhəmməd, necəsən? Yaxşı, siz necəsiz? Məhəmməd mənim komandamın ən dəcəllərindən biridir. Məhəmməd, komandada ən sevdiyin nədir? Yəni bu bizim qrupumuzda ən sevdiyin nədir bu qrupda? Üzü stili. Yox, üzü stili yox. Bax komandamızın özü də xoşuma gəlir, komandamın birliyimiz. Ən çox nə xoşuma gəlir? Ən çox da üzməklər. Bəs bu bütün gün məşq edirik də, düzdür? Fiziki məşq edirik, sonra üzmək olur, sonra əyləncə olur. Ən sevdiyin hansı hissəsidir? Də əyləncə. Məhəmməd həqiqətən əyləncə adamıdır. Məhəmməd ən sevdiyin stil hansıdır? Ən sevdiyim delfin. Delfindir, sənsən. Bəs ayın 20-si olan yarışa qatılacaqsan, ha? Bəli. Qaçmaqla üzmək. Bəli. İnşallah, inşallah. Mən səndən də nəticə gözləyirəm. Belə Məhəmməd, sənə tövsiyəm odur ki, daha diqqətlə qulaq as məşqlərə, dediyimiz verdiyin tapşırığa daha diqqətlə qulaq as. Çünki sən güclüsən, həqiqətən çox güclü uşaqsan, bacarıqlı uşaqsan. İnşallah qulaq asın tapşırıqlara daha da güclü olarsan. Yaxşı? Hələlik. Yusif təxminən bir aydır fasilə verir, xəstələnmiş. Bəli, nə olub? Mənim için çıxdı. Cəhdin əsas. Mən Cəhdin. bəli. Davam et. Tərlandı ən qəşənglər, ən güclülərdən biridir. Maşallah boyu da böyüdü, həm də hündür uşaqdır. Yaşı da elə də çox deyil. Həsən Vəliyev, necəsən? Yaxşıyam, siz nəsiniz? Həsən, bu komandada ən sevdiyin şey nədir? Komandada ya, söhbət stillərdən gedir. Ən sevdiyim şey birlik olmağı, məsəl üçün kiməsə nəsə olanda bir komanda getməyi falan. Həm də ki uşaqların yaxşı olmağı, səmimi olmağı, əsasən də sizin. Yəni budur ən sevdiyim xüsusiyyət. Bəs ən sevdiyin stil hansıdır? Stil, üzmək, mən buras. Azadlar. Həsən, ayın 20-si yarış var. Gedəcəksən inşallah sən də. Üzməyə İnşallah, bəqəsmə. inşallah hə, gedər. Sənə tövsiyəm odur ki, evdə də məşq elə, bizə kömək edən fiziklərdə. Sən qış aylarında ara verdi. Təxminən neçə ay gəlmədi? 2 ay. 2 ay gəlmədi. 2 ay gəlməməkdir ki, xeyli geri yatdı səni. Amma olsun, əsas bu yanımızda sən davam edirsən, sənə çox uğurlar arzulayıram. Çox sağ olun. Davam edir. Komanda məşqi davam edir. Həqiqətən bu komandaya çox böyük ümidlərim var. İnşallah ki, mənimlə axıra kimi davam edərlər. Çünki bu komandanın fərqi digər komandalardan odur ki, buradakilər hamısı kiçiklər, hamısı kiçik yaş qrupudur. Uşağanda işlədiyim vaxtı komandalarda uşaqlar böyüklər var, Turalgil var idi, Mirzağagil var idi. Məni əvvəldən izləyənlər tanıyırlar. Onlar mənə kömək edirlər. Amma buradakilər hamı balacadır. Bunları sıfırdan bu komanda ruhiyyəsini çox çətinliklə aşılamışam. İnşallah ki, içlərindən güclü idmançı çıxar. Və ən əsası da onu deyim ki, onların mənə ən çox zövq verən bir şey odur ki, onların fiziki quruluşunda o fərqi görmək mənə çox sevindirir, həqiqətən qürur verir. Məsəl üçün Məhəmməd, Əli, yəni mən onların şəkillərini ayda bir dəfə çəkirəm, kollektiv şəkildə. Baxanda çox fərq görünür, çox inkişaf edirlər fiziki cəhətdən, həm mental cəhətdən. Bizim komanda əsasən 2013-2015-dən uşaqlardır. Təzələrdir bunlar, Əlidir.
bizim komandaya qoşulmaq üçün əsas istək lazımdır. Uşaqlara tapşırıq verəndə və belə bir uşaq kəşf elədim. Adı nə sənin? Nə? Adını qarnında yazıb ki, yadından çıxmasın. Neçə yaşın var? 6. Allah saxlasın sən. İdman komandasından sonra yenə bir fərqli tələbəm var. Mən onu çox istəyirəm, o da məni çox istəyir dediyinə görə. Mikaya, gəl bura. Necəsən Mikaya? Yaxşıyam. Yaxşısan? Yorulmamısan? Yox. Xoşun gəlir üzməkdən? Ən çox hansından? Hə? Göstər görüm. Təzə başlayır. Çox bacarıqlı uşaqdır. İnşallah məşqləri daha da güclü olacaq. Təxminən 4-cü ya 5-ci dərs olmalıdır. Ayaqlarını qaldır Mikayı. Ayaqlarını qaldır görüm Mikayı. Mikail'la bizim xüsusi bir bağlılığımız var. Mikail məsafəyə görə başqa yerə getmişdi. Yəni başqa havuza getmişdi, amma üzməyib orada. Deyib ancaq mən Zöhran müəllim istəyirəm. Əhsən. Mikail, xoşuna gəlir də beləcə qol çapsız üzmək. Həri. Əhsən, qorxmursan ki? Düzündür. Qorxmursan? Yox. Getdik onda. Artıq saat 7-yə qalır, demək olar günü yekunlaşdırırıq. Bir neçə uşaq unutdum çəkməyi, çox təəssüf ki. Amma indi idman qrupundan 2 uşaq gəlib, gündüz gələ bilməyən uşaqlar. Səidlə Rüstəm. Səid! Rüstəm, yorulmamısan? Yorulmamışam. Sən getdin. Ay maşallah. Salam Səid, necəsən? Yaxşıyam, siz necəsiz? İnşallah Səid. Səid, komandamızda ən çox nəyi sevirsən? Sərbəst üzməyi. Yox, üzməkdən demirəm. Yaxşı, bu komandamızda bir yerdə gəlmək istəyirsən ha. Hamı ilə bir yerdə. Düzdür. Ən çox xoşladığın nədir? Ən çox xoşladığım necə yəni xoşladım? Bu komandaya əvvəllə yadırgə tek üzdür, fərdi gəl. İndi komandaya bir yerdəsən. Düzdür. Ən sevdiyin nədir burada? Komandada sevdiyin nədir? Komanda ilə bir yerdə olmaq dostluq olur orada. Çoxlu. Ən sevdiyin sərbəstdir. Hə. Mənə bax, 3 ay məşq edirsən, 8 ay var. 8 ay var. Yox. Təxminən məncə 7-8 ay var. 11 ay olar. Ümumi hə. Gücləndiyi silirsən. Eləyirəm. Maşallah mən də görürəm sənin bədənində ki, sən maşallah çox güclənmisən. Bir də bədəndə çox dəyişiklik olur. Əvvəl biraz burada yağlar var idi, gedir. Əhsən Səid, həqiqətən də çox güclü uşaqlardan birisən komandada. Sənin uğurların bol olsun, bugün olsun çoxlu medallara qazanasan, ölkəmizi təmsil edirsən. Davam edək, getdik məşqə. Rüstəm, salam, necəsən? Yaxşıyam. Rüstəm, neçə yaşın var sənin? 7 yaşım var. Ən balacağımızdan biri də sənsən. Rüstəm, xoşun gəlir komandamıza məşq eləmək? Bəli. Tək, yoxsa komanda ilə bir yerdə? Komanda bir yerdə. Əhsən. Ən çox xoşladığın hansıdır? Üzmək. Ən çox Quraz. Əhsən. Ayın 20-si yarışa sən də qatılırsan, düzdür? Bəli. Qatılmaq. Qorxmursan ki yarışa? Yox. Əhsən. Üzək. Bəli. Məşqlər xoşuna gəlir, çətindir. Yox, çətin deyil, çox asandır. Mənə bax, gücləndiyi hiss edirsən. Bəli. Mən də görürəm səni. Neçə ay məşq edirsən? Bilmirəm. Təxminən 3-4 ay olar. Əhsənsən, çox qəşəng üzürsən. Görə yarışda nə edəcəksən? Gedək məşqə. Gedək. Və təbii ki, hamı üzməkdən razı deyil. Razı olmayanlardan biri də Rena, Hə. üzmək xoşuma gəlir. Hə. Bəs niyə üzmürsən? Sadəcə yoxdur. Yorulmusan? Hə. Evet. Amma xoşuma gəlir də, hə? Və göstər bizə. Göstər sərbəsi.
Və bununla da günü yekunlaşdırıram. İlk vloqumdur. İzlədiyinizə görə hər birinizə minnətdaram. Ümid edirəm bəyənmisiniz. Məqsədim sadəcə uşaqlar üçün maraqlı olsun deyə həm özləri baxsınlar, həm də onlar haqqında qısa məlumat verməkdir. Çox sağ olun.